Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Aziz yoldaşlara, sırdaşlara selam arz edirəm. Biz Məhərrəm ayındayıq. Yəni sabah demək olar Tasuadır, birisi gün Aşuradır. Ona görə yeri var ki, bizim bugünkü söhbətlərimizdə bir qıssaca demək olar Aşuranın fəlsəfəsindən də Türk müsəlmanların milli düşüncəsində Aşuranın nə yeri vardı, onunla da birlikdə danışmamız olsun. Ona görə bizim bu hissəmiz neçə bölümdən olacaqdır. O birisi demək olar cələsələrə sayaq. Biz Nəsimidən bir qəzəl ilə başlayacağıq. Sonradan Aşuranın bir fəlsəfəsinə də bir nəzər salacağıq, bir baxımımız olacaqdır. Ondan sonra Türk müsəlmanların milli irfanının qaynaqlarından, osturələrindən yenə al kələməsi ilə bağlı bir qıssaca bilgilərimiz sizə olacaqdır. Dördüncü bölümümüz demək olar Məsnəvinin birinci dəftərindən o nağılı, Nəsraniləri öldürən şahın nağılını bahəmlikdə türkücə şərhlə davam edəcəyik. Və demək olar beşincisi klasımızın sonu Şəms divanından bir qəzəl ilə, yenə Aşura ilə bağlı o qəzəl, Təbrizli Şəms ilə bağlı o qəzəl ilə klasımızı qurtarıb və sizin sözlərinizi, suallarınızı, cavablarınızı eşidəcəyik. Bizim bu cələsəmizdə əziz qonaqlarımız olubdur. Ayı Döktür Hökmabadi bizim əziz yoldaşlarımızdan təşrif gətiriblər. Ustad Mütəvər təşrif gətiriblər, bizim cələsəmizə etibar bağışlayıblar. Əziz dostumuzu mən tanımıram. Ay Mirhəmidini görürəm. Yenə də bir 2-3 nəfər yoldaşlarımızdan yoldadırlar ki, hər halda ümidvaram ki, bizim bu cələsəmizə özlərini yetirsinlər. Bu qəzəli ki, mən istəyirəm sizə oxuyam Nəsimidən. Nəsiminin o egzistens ya o içəri öz əhvalatındandır. Yəni elə bir belə hiss olunur ki, Nəsimi o visala çatmış ləhzələrdə bu qəzəli neyniyibdi, oxuyubdur, söylüyübdür. Belə deyir ki, mən xərabat əzəldən məst و heyran gəlmişəm. Bu məst و heyran elə Mevlana'nın da düşüncəsində var ki, bir yerdə gətirir, o məst و xəndan gətirir. Deyir ki, məst و xəndan ز خرابات خدا می آیی بر خیر و شر جهان همچو شرر می خندی همچو گل ناف تو بر خنده بریده است خدای لیک امروز مها نوع دیگر می خندی. Şəms divanındadır. Sərhəng çox xoş gəlibsiz. Sərhəng Səadəti bizim əziz dostlarımızdandılar. Çox lütf ediblər, məhəbbət ediblər. Mən xərabat əzəldən məst و heyran gəlmişəm. Eşq ilə yekrəng olub şadan و xəndan gəlmişəm. Saqi inni ənəlləh cürəsindən ta əbəd məst و məstan xəlvətindən məst məstan gəlmişəm. Həq durur qovl ənəlhəq dəvisi həqqa ki mən şah و sultan məclisindən şah و sultan gəlmişəm. Yaxmışam, yandırmışam, kül qılmışam zərratımı, lacərəm kol, həman kül, lacərəm kol, kül olub məhrəm can gəlmişəm. Mövc ilə
eşq ilə canım durlu durlu dur saçar. Bu kəransız eşq ilə dəryai umman gəlmişəm. Tayir qudsi deyən ruhul əmindir məntiqim. 18.000 aləmin sırrına pünhan gəlmişəm. Məqsəd kövn-ü məkan sənsən Nəsimi, çün bugün nə əcəb gər deyər isəm mən sirri subhan gəlmişəm. Əzizlər, bu qəzəl sizlərə təqdim oldu. İmaduddin Nəsimidən idi. İkinci bölümümüz söhbətlərdə dediyimiz kimi Aşura ilə bağlı bir qıssaca söhbətimiz olacaqdı. Biz bir qıssaca tarixi baxsaq, görürük ki, bu macəra o yerdə üz verir ki, xəlifə öldürmək, bir hakimi öldürmək çox bir doğal və təbii bir işlərdən sayılır. Ona görə İslamın başlanğıcına siz baxsaz, görürsünüz ki, Peyğəmbərdən sonra çox zaman çəkmir ki, Əbu Bəkr ölür, ondan sonra Öməri terror eləyirlər, Osmanı, Misrlər gəlir, orada terror eləyirlər, öldürürlər. Həzrət Əlini Şuubiyə orada neyniyir? Terror eləyir, öldürür və sonralıqda Oğuz Xəzrəcin o başçısını elə öldürürlər şübhəli ki, deyirlər ki, cinnilər bunu öldürdü və bu öldürdə sürəcində baxırıq, görürük ki, İmam Hüseyn də demək olar Aşurada və Kərbəlanın çölündə neyniyir? Şəhadətə çatır. Mədinədə Muhammed Hənəfiyyə buna deyir ki, sən əmniyyətdə dərsən, buradan köçməlisən, çünki hakimiyyət sənin barəndə həssas olubdur. O da tamam el-oba tayfa ailəsini yığır, köçür. Məsirdə köçəndə kufilərin namələri yetişir buna ki, deyir ki, sən bura gələ bilərsən. İmam Hüseyin istəyir yoxlasın, Muslim ibn Əqili göndərir. Muslim ibn Əqil heç cavabı İmam Hüseynə yetişmir əslən ki, o macəra gəlir qabağa, orada tuturlar, öldürürlər filan. Ta bu Kərbəlanın çölündə neynirlər? Bunu mühasirəyə salır. O mühasirəyə salanda o dava çox da çəkmir. Yəni demək olar, məsələn 70-80 nəfərin qabağında neçə yüz nəfər 1-2 saatın içində bu macəra neyniyir? Qurtulur. Amma İmam Hüseyin orada deyir ki, əzizlər, mənim yanımda gələnlər, onlar iki Haqqunnas boynundadır, mən şəmi söndürürəm. Gözüm görməsin, onlar getsinlər. Çünki şəhadət Haqqunası ödəməyəcəkdir. Siz deyəsiniz ki, mən burada şəhid olacam, amma millətin pulunu basıb yiyəcəm. Bu şəhadət gəlib onu örtə bilər, hələ bir şeyimiz yoxdur. Gedin, Haqqunası izi verin. İkincisi budur ki, o Yazidin demək olar ordusuna deyir ki, icazə verin, mən qeydim. Məsələn, mənim savaşmaq hədəfim yoxdur, mən bura gəlməmişəm. Deyirlər ki, yoxdur. Burada biz elə ancaq əlimiz sənə çatıbdır, səni də ötürməyəcək. Ya Yazidlə beyət elə, qurtar, ya da ki, burada ölməlisən. Ekzistansiyalistlər deyirlər ki, insanın şəxsiyyəti bu hənyoxla demək olar düzəlir. Yəni, orada ki, bu qərarlar verir, təslimlər ki tutur, o təslimlərin əsasında insanlar böyüyürlər. Ümumiyyətlə, onlar deyirlər ki, insanlar yox deyəndə böyüyürlər, hän deyəndə yox. İmam Hüseyin burada nə mənədə bir dənə böyük yox deyir. Deyir ki, mən burada hazıram ki, izzətlə öləm, ta zillətlə neyniyəm, beyət eləyəm. Və orada o məruf cümlələr vardı ki, فَاِنْ لَمْ يَكُنْ لَكُمْ دِينٌ فَكُونُوا اَحْرَارًا فِي دُنْيَاكُمْ. Əgər sizin dininiz yoxdursa, neyləyin, heç olmasa özgür olun, azadə olun və azadlığına neyləyin, yaşayın. Həyhat minnə zillə, o cümlələrdir ki, o Həzrətdən neyləyibdir, nəql olunubdur. Hətta deyilir ki, psikolojik baxımından da İmam Hüseyin İmam Həsənlə fərqli idi. Yəni o sülh axtaran insan olsaydı da İmam Hüseyin bir həmasə yaraldan bir
insan idi. Deyirdi ki, İnnəllâhe yuhibbu məalil umur və yubqizu səfsafaha. Allah həmişə böyük işləri sevər, kiçik işlərdən də nifrəti gələr. Mən böyük işləri görməyi axtarıram. Bunu da deyirlər ki, özü ilə hər zaman bu Həzrət neyniyərmiş, oxuyarmış. O əsasda demək olar, orada bir böyük hadisə ittifaq düşür və onun demək olar yoldaşları, səhabələr neynirlər, şəhid olurlar. Hətta demək olar neçə dənə də türk orada o cür ki tarixdə nəql olunubdu. O cümlədən Əyan-ı Şiədə, Zəxirət-ü Dareynidə, Əbsar-ül Eynidə, Ənsar-ül Hüseynidə İmam Hüseynin yanında da olurlar və qılış çəkirlər və orada neynirlər, şəhid olurlar. O cümlədən Əsləm ibn Ömər Türkiyə Qəzvini bir dənə türk şəhidlərdən olur ki, İmam Hüseynin yanında şəhid olur. Bir şairmiş, yazarmış, oxçuymuş, ərəb dilinə, türk dilinə əhatəsi varmış, Qur'anı yaxçı səsinə oxuyarmış, nağıl deyərmiş, uşaqları sevən olub bu insan. İkinci türk ki, Həzrətin yanında qalır və şəhid olur demək, Vazih türküymüş. Çox cürətli bir insan, Qur'anın qarisiymiş və o zaman da ki, şəhid olur ki, Həzrət gəlir üzünü dayır buna, deyir ki, kim mənim kimin mutlu ola bilər? Allahın elçisinin nəvəsi üzünü mənim üzümə dayıbdır. Mən çox mutlu insanam ki, İmam Hüseyin kimi bir insan gəlir, neyniyir? Üzünü dayır mənim üzümə. Hər halda biz baxırıq, görürük ki, o zaman ki, o başlar kəsilir və gedir Yazidin dərbarına, Yazid bilirsiniz də, ərəb şairi olub, böyük güclü şair olubdur ərəblərin içində. Orada bidahətlə bir dənə şeir deyir. Deyir ki, Ləmmə bədət tilkə rüusu ələ ciyau şumusi Nəbəl qurabu qultu nuh əvla tənuh qəzəytu minən nəbi düyuni. Deyir, o zaman ki, o başları eyni günəş kimi gəldilər mənim yanıma, qarqar dedi, Nəbəl qurabu. Ərəb ədəbiyyatında qarqanın qarqar deməsi nəhsidir, türk ədəbiyyatında nəhsi deyir. Türk ədəbiyyatında biz deyərik ki, qonaq gəlir, tez olun, hazırlıq yapın. Ona görə deyir, Nəbəl qurabu qultu nuh əvla tənuh. Deyir, qarqar dedi, mən buna dedim ki, qarqar deyəsən, ki, deməyəsən, mən peyğəmbərdən intiqamımı aldım. Qəzəytu minən nəbi düyuni. Söhbət burada bir intiqam söhbəti idi. Biz macərayı Bədr varımızdır, Uhud varımızdır. O peyğəmbər bizim dədə-babalarımızı orada kəsmişdi, öldürmüşdü. Onun da nəvəsi burada mənim girimə geçdi və mən də onu neynədim, götürmədim. O əsasda onlar da bu cür baxırdılar İmam Hüseynin macərasına. Amma getdikcə hər hal bu qəziyyə neyniyir, kitablara da gəlir. Siz baxsaz görürsünüz ki, Rovzətüş Şəhəda kitabını Molla Hüseyn Kaşifi yazır. Demək olar, bu Rovzətüş Şəhəda Farsi, Məcusi, Hindinin təziyyəyə baxışığı bu kitabdadır. Amma bunun yanında bir dənə də ayrı kitab yazılır, o da Hədiqətü's Suəda adındadır. Hədiqətü's Suəda Həkim Fuzulidən yazılır. Bu kitabdan əlbəttə Rovzətüş Şəhədən bir para etkilər alır, amma Hədiqətü's Suəda türkü şiətçiliğin demək olar təziyyə baxımı ya İmam Hüseynə və Aşuraya baxımda ən önəmli və dəyərli kitablardan neyniyir, sayılır. Demək olar, türkü şiətçilik Farsı şiətçiliğindən fərqlidir. İki açıdan, iki bacadan bunlar baxırlar. Əgər türkü şiətçilik mərifəti, təriqəti və həqiqəti bir yol olsa, Farsı şiətçilik qəşri, mənasiki və qudrəti bir demək olar açıdır ki, baxır bu yola. Demək olar ki, türkü şiətçilik məzhəbə bir hobb əsasında baxır. Yəni İmam Hüseyin burada bir hobbun qaynağı, pinarlarından sayılır ki, İmam Hüseynə bir irfani baxım verir.
Yəni demək olar ki, bir dənə məzlum olubdur ki, bunu çox məzlumanə ölübdür və burada bir gerçəklik, bir həqiqət vardı, bir irfan vardı ki, biz oradan ala bilərik, yaxşı. Amma Fars şiəçiliyində İmam Hüseyn boğz əsasında baxılır, nə hobb əsasında. Yəni bir kinənin demək olar bir çomağıdır ki, biz eləyə bilirik ki, onu ələ alaq və neyniyək, savaşlarda ondan neyniyək, yararlanaq. Əgər İmam Hüseyn Türk şiəçiliyində bir irfani demək olar qaynaqlardan sayılırdısa, Fars şiəçiliyində nə mənədir, bir demək olar qüdrətə yaxın və ondan bir qüdrət və güc alaraq demək olar ondan yararlanır. Demək olar bizdə inanc sayılır, onlarda məqsəb ya ticarət sayılır. Əgər İmam Hüseyn Türk düşüncəsində bir çəlik olur ki, onunla qaranlıqları işıqlığa çevirmək olur, uca yerlərə çıxmaq olur, amma Fars şiəçiliyində İmam Hüseyn bir çomaq olur ki, onunla bununla eləyə bilirik, onun bunun başına neyniyək, tapdıyıq. Hətta bizim nuhələrimiz, məddahlərimiz də fərqli olur. Siz müəzzinin Zeynəb oxumaqsına baxsaz, gəlib yeni məddahlıqlarda baxsaz, Hüseyn deməkləri ki, çoxlar adam fikr eləyib, bəlkə bəziləri nuhələrində elə bir dənə diskodadır. Yaxşı, onlar da bizim o nuhələrimiz də nədir? Fərqli olur. O əsasda bizim fərqimiz istəyəsiz, siz görəsiz, Hədiqətü Suəda ilə Rovzətü Şühədanı tutuşturmaqda mərifəti baxımdan iki düşüncəni neyə bilərik, biz ala bilərik. Mən icazə istəyirəm ki, bir qıssaca Hədiqətü Suədaya bir mənim işarəm olsun. Hədiqətü Suəda, əzizlər, 10 babdır bu kitab, 10 babdır. 4-5 bab sonunda gəlir macərayı İmam Hüseynə, Aşuraya və neyini işarə eləyir. Bəli, Həkim Fuzuli da, Molla Fuzuli dər vaqa. Bəli, Molla Muhammed Fuzuli dər vaqa, Hədiqətü Suədadadır. Orada həman o məruf Fuzulinin şeiri vardı ki, o kitabda gəlir ki, eşqdir hər nə var aləmdə, başqa bir qiyluqaldır ancaq. Bu, bəzilər tablo olubdur, mən görmüşəm də, muzələrdə bəzilərini yazıblar. Əzizlər, burada bir cümləsi vardı, mən oxuram sizə. Deyir ki, ey əziz, əgər Əyyub səbur, fot əmval və mot əmolad ilə mütəğəyyir olmayıb, səbr qıldı, şəhid Kərbəla isə xanımanı yağmaya verib, İxvan o oğlad o əmsab motunu müşahidə edib sabir oldu. Baxız, görürsünüz ki, bu elə bir Kərbəlada səbr görür. Səbr də o irfanı məqamatın birisidir. Və bu səbri gəlir, neyniyir? Əyyubun səbri ilə tutuşdurur. Deyir, necə Əyyub öcür səbr elədi, İmam Hüseyn də öz balalarını gördü, gözünün qabağında neynədi, kəstilər və bununla neynədi, səbr məqamına neynir, İmam Hüseyn çatır. Hətta Musanın mehnətini, İsa'nın mehnətini, onu da gətirir İmam Hüseynin burada mehnəti ilə tutuşdurur, səbrlə bunun bibinə neynir, düyünlüyür. Bu çox önəmlidir. Amma siz baxsaz görürsünüz ki, Fars şiəçiliğinin içində bir dənə Salihi Nəcəfabadi adında bir adam çıxır, bir dənə Şəhid Cavid adında kitab yazır. Huzənin içində çox bu səs salır bu kitab. Ümumiyyətlə bu kitabın tamamı sözü budur ki, İmam Hüseyn qüdrət dalısıcaydı, səltənət dalısıcaydı və bu əslən gedirdi ki, hakimiyyəti əlinə alsın və mübarizə qüdrət üstündədir və güc üstündədir. Əlbəttə, Huzədən bir paraları bunu neynirlər, tapdalayırlar, Salihi Nəcəfabadini, amma demək olar, Farsın şiəçilikdə və İmam Hüseynə düşüncəsində biz bu kitabı neyə bilərik, görə bilərik ki, gözü çağdaş
və müasir nəmənədir kitablardandır, yazılıbdır. Şəriətinin Hüseyn mirası Adəm elə bu sayaqdadır, gəlir, yəni o Salihin Nəcəf Abadinin dalısıca olur. Təhcə bunların içində bir dənə türk Ustad Mütəhhəridir ki, gəlir Həmasi Hüseynini yazmaqla Aşuranın bütün xurafələrini çıxaldır, qoyur eşiyə və bu da neyniyir? Furqanın əli ilə ölünür və şəhadətə çatır və görürük ki, Aşuraya baxanda elə Əmr-i Məruf baxır, deyir ki, İmam Hüseyn gəldi ki, cəddinin dinini islah eləsin və bu düz düşüncəyə nəmənədi Mütəhhəri demək olar sahib idi. Hər halda, əzizlər, bizim indi çoxlu ələvlərimiz vardı Türkiyənin özündə də ki, bunlar demək olar mərifəti və həqiqəti qaynaqdan İmam Hüseynə və Həzrət Əliyə bağlıdırlar. Bunların Aşura günü bir qəzaları olar, Aşura adında. Onları neyniyərlər? Başlayarlar, bu ələvlər neyniyərlər? Dağıdarlar. Bunların cəmxanalarında həmişə Həzrət Əlinin, İmam Hüseynin nəmənədi timsalları və əkizləri olar. Baxmayaraq ki, bunlar siyasi baxımından bir miqdar çaşmaqları olar, azmaqları var, bir miqdar sol düşünürlər, bunlara baxmayaq, amma mərifəti və həqiqəti baxımından nədir? Bunlar demək olar ələvidirlər və Həzrət Əliyə və İmam Hüseynə bu cür neynidilər? Bunların bağlantıları vardır. Hacı Vəli Bəktaş bunların içində olubdur ki, gedib ora bir dənə ağır düşüncəyə sahib olubdur. Biz gələcəkdə bunların hamısını sizinlə Pir Abdaldır bunların içində, Yunus Əmrədir bunların içində. Biz ya Mevlana'nın öz oğludur Sultan Vələd ki, bunların içində olubdur ki, biz inşallah bunları gələn bölümlərdə neyniyəcəyik ki, etdikcə açıqlayacaq. Əzizlər, bizim milli fəlsəfəmiz, milli irfanımıza, milli İslamımıza, milli şiəçiliyimizə yol açır. Yəni bizim fəlsəfəmiz, yəni türk müsəlmanların milli fəlsəfəsi Batı fəlsəfəsi ilə, Hinduvatı fəlsəfəsi ilə fərqlidir. Bizim milli fəlsəfəmiz ki, ümumiyyətdə Farabinin düşüncəsindən qaynaqlanır. Burada yerlə göyün barışması vardır. Burada materializmlə idealizmin barışması vardır. Yəni bu fəlsəfədə Allah həyyidir, cəmaldır, cəmildir, fəal mayeşadır, huzuru vardır. Fransız Bacon kimin düşünmür ki, Allah ölübdür, gəlin təbiəti qamçalayaq və təbiəti neyniyək sağaq. Bu fəlsəfə Əbu Reyhan Biruni kimin düşünür ki, təbiət bizim anamızdır, ona hörmətlə biz nəmənədik yanaşmalıyıq. Bu fəlsəfənin içindən və bu milli irfanın içindən siz görürsünüz ki, hüviyyəti və məktəbi bizim hakimlərimiz çıxıb deşiyə. Yəni biz keçmiş hissədə siz baxsaydınız, mən Muhammed Şahi Qacar Təbrizini sizə misal çəkdim. Bu hissədə də mən çalışıram ki, sizə Nasirəddin Şahi Qacar Təbrizidən misal çəkəm. Yəni istəyirəm sizə deyəm ki, o milli fəlsəfənin, o milli irfanın sonuçlarından, məhsullarından hakimlər ərsəyə çatır ki, bu hakimlər özləri filsuf olurlar, arif olurlar. Bunlar cinayətkar olmurlar, qan töhmürlər, bərabərliğə, ədalətə bunlar neynirlər? İnanırlar. Siz baxsaz, görürsünüz ki, demək olar Nasirəddin Şahi Qacar Təbrizi ki, yaxın bir 50 il hakimiyyət sürür, demək olar 1831-dən 1896-ya kimi ki, bunun yaşayışı olubdur. Bu yaxçı xəttat olub, qəşəng xətti varmış. Yaxçı nəqqaş olub. Şahların içində nadir şah olubdur ki, hər zaman gedirmiş bir yerə öz getdiyini səfərnamə ünvanında neyniymiş, yazırmış. Bunun səfərnamələri xüsusən Ətəbata o yerlərə ki gedibdir, mərufdur. Bu adam Məsnəvini gəlib xülasə edibdir. Nasirəddin Şahi Qacar Təbrizi Məsnəvini 25.000 beyti oxuyub, neyniyibdir, xırdaldıbdır, gətirib 4.000 beytidə kitabı vardı Məsnəvinin barəsində çıxıb eşiyə. Bu adam Tehranda Darülfünun mədrəsəsini düzəldir.
Bu adam gəlir təziyə üçün Tehranda təkkiyə dövləti yaradır ki, həm gedin İmam Hüseynə orada ağlayın, həm də neynəyin opera orada eləyə bilərsiniz, icra eləyəsiniz təkkiyə dövlətdə. Bu adam Seyyid Həsən Rüşdiyyədən himayət eləyir. Təbrizdə birinci yeni mədrəsəni Seyyid Həsən Rüşdiyyə Təbrizdə düzəldir. Seyyid Həsən Rüşdiyyə əgər mallaların qabağında davam gətirirdi, Nasirəddin Şahın sayəsində. Nasirəddin Şah bundan neynirdi? Himayət eləyirdi, ta eləyə bildi ki, burada neynəsin? Mədrəsəni açdırsın. O əsasda gəlir, bu adam mərizxananı düzəldir, davaxananı düzəldir. Bir para bizim o gümbətlər, həman günbəzlər ki vardı, bunları altınladır, yaman təzhid. Məşhəddə, Əbdüləzimdə bundan başlarına gəlir neynir, qızılla neynir, bəziyir. Teleqrafxanəni düzəldir, zərrabxanəni düzəldir. Birinci şah olur ki, çaparxananı pozxanaya çevirir bu adam. Top kərxanası, barut kərxanası, fişən kərxanasını Nasirəddin Şahı Qacarı Təbrizi düzəldir. Polis idarəsini yaraldır, Məcmə-ü Sənaini yaraldır. İpək sektorunda, yəni əbrişəm dərvaqa bəxşində, şal toxumaqda bunu neynir, irəliləndirir. Çoxlu, bollu binalar yaraldır bu adam. Ümumi xiyavanlar, yollar salır bu adam. Mədənlər kəşf edir. Dövləti Şura Məclisini Nasirəddin Şah açır. Darüttibaəni yaraldır, yəni sənəti çapı gətirir. Sənəti sinema, sənəti əqqası. Birinci ruznaməni yazır, neynir, yaraldır, dövləti ruznaməni bu çıxaldır. Birinci nəft quyusunu cünubda Nasirəddin Şah dəstur verir, vururlar, əlbəttə nəftə çatanmırlar, onun qabağını neynirlər, gəlirlər, örtürlər. Təhcəşah olubdur ki, bu adam Farsiya, Ərəbiyə, Türkiyə, Fransıya, İngilisiyə əhatəsi varmış və danışırmış. Əcibə işlər danışır. Çox cəlib. Bunu kim deyir? Etimad-ül Səltənə xatıratında deyir, yazır. Deyir ki, bu dillərə bu adamın əhatəsi var idi. Eyni halda da şəriətə çox bağlı idi, İslama. Həm Məkkəyə gedərdi, namazını qılardı, orucunu tutardı. Bu cür bir şah olmuşdu. Yaxşı. Gülüstan kaxını genişləndirir. Nasirəddin Şah Şəmsül İmarəni düzəldir. Talar-ı Səlamı, aynə talarını, Kax-ı Əbyəzi, Gülüstan kaxını artıran bu adam olur. Demək olar, bələdiyyəni, həman şəhərdarını, Dişişlər Bakanını, ya Vəzir Umuru, Vizarət Umuru Xaricəni bu yaraldır. Bilirsiniz, Nasirəddin Şah o adam olur ki, sədr-əzəmlığı da götürür. Deyir ki, gəlin dövlət düzəldər, kabinə yaraldan, vizarətxana düzəldər. Ədliyyəni, həman dadı-qüstərini yaraldır. Birinci Bər kərxanası, Milli Mozəni, birinci bankı. Əcib işlərdəndir. Səltənəti cəvahirləri neynir? Milliləşdirir. Deyir ki, pulun poştuvanəsinə gəlin, nə mənə cəvahir varmış, səltənəti cəvahirlər varmış ki, o vəzirin adını aymış, o şahzadənin adını aymış, filanmış, hamısını milliləşdirir. Deyir ki, heç kimin buna əl vurmağa haqqı nə mənədir? Yoxdur. Ordunu islah eləyir, sistemi maliyyatını islah eləyir. Xorasanda şuriş olanı yaxıdır. Şubiyənin bir dənə böyük şurişi varmış, burada Bab adında Babiyyə neynir? Babın əleyhını yığışdırır, hətta Makuya təbid eləyir, sonradan gətirirlər, orada edam elətdirirlər, məhv edir yəni bu hərəkəti. Bu adam öz aylığını gətirir 2000 tümənə dair. Nasirəddin Şahı Qacarı Təbrizi öz aylığını 2000 tümənə neynir? Dair. Bəzi səfərnamələr ki var, o Zeynəlabidin Məraqi gəlir, məsələn, Qacarı pisləyirlər. Əzizlər, biz Qacara öz özlüyümüzlə, gözlüyümüzlə baxmalıyıq. Yaxşı, səfərnamə-i hadisəyə baxanda görürsünüz ki, məsələn, gəlir, İstanbula gedir, Hindistana gedir, onlar gətirir, Qacarla tutuşdurur filan eləyir. Halbuki, Hadisəyyahın özü ki, köçür gedir Hindistana, ailəsini saxlayan Nasirəddin Şah Qacarı Təbriziymiş. Yəni, onun ailəsinə pul verir, onu saxlayır və qoruyur. Yəni, öz müxalifinin ailəsini orada bu adam neyniyir, saxlayır. Bütün ləqəbləri götürür dərbarın içindən. Ömər Koşun ki, mərasimi var idi ki,
bilirsiniz də, heyətlərdə bir mərasim tutardılar ki, deyərdilər ki, Ömər Koşun, yəni Öməri öldürən günlər. Bunu neyniyir? Nasirəddin Şah yasaqlandırır. Bizim iqtisadımız o dövrədə də çox güclü olubdu. Tümən yarımımız $1 o zaman. Tümən yarım qacar o zaman muadili $1. Ona görə icazə versəz, üçün mən sözün sonunu bu bölümdə Nasirəddin Şahın bir türkü nuhəsi ilə qurtaracaq. Onun bir dənə türkü nuhəsi vardır ki, gedir ziyarətə, İmam Hüseynin ziyarətinə, orada elə felbidahə neyniyir? Bu nuhəni deyir. Deyir ki, qoydum qədəm İmam Hüseynin rivaqına, düşdü könül təvaf eyləmək iştiyaqına, öpdüm hərəmi, hərimini, qəbrin qucaqladım, gördüm Hüseyn Əsğərin almış qucağına, hərdən boğazının yarasından qanın silir, hərdən qoyur dudağını ətşan dodağına, şut eylədim, yəni dolandım, şut ərəbi kələmədir, şut eylədim zərihini, ayaq səmtinə keçib, qoydum üzümü sedq ilə Əkbər ayağına, ağlayırdım Əkbərə ki, səda gəldi, dur gedək, yalqız qoyan ərusunu Qasım otağına. Bunu əlbəttə Mütəhhəri nəqd eləyir, o Şubiyənin çıxartmalarındandır, Qasımın otağı filanızadır, o təhrifatdandır, əli gəlib də burada. Gəldim o səmtə, gördüm ərusun səsi gəlir, məşğuldur əmoğlusu Qasım fərağına, dərban o bargahda qəbr-i Həbib idi, 72 qərib şəhidin rivaqına, hər qəbr sahibin soruşdum ki, kimdir bu, ixlas ilə qoyam üzümü ta ayağına, nagah ucaldı Həzrəti Əbbas nərəsi, key nabələd dəxil ziyarət saqına, mən hər şəhiddən yaxınam ağlayan gözə, səqqa olan həmişə gedər su sorağına. Ona görə əzizlər, Aşura fəlsəfəsində yanlış düşüncələr, tərsə düşüncələr tarix boyu bizi bürüyübdür. Yəni Fars Şubiyənin düşüncəsi Aşura ilə bağlı, hətta bizim türklərin də içinə neyniyibdi, özünü yerləşdiribdi. Harada siz görürsünüz, o yerdə ki, görürsünüz, Ruslar keçir, gəlir Təbrizə, mücahidləri orada asırlar, o Danışsərə meydanında, bizim o Danışşədədə, orada baxsaz, mən Səqətül İslamı asan yerini görmüşəm orada, bir otaqdır orada. Orada mücahidləri asırlar, onun da yanında heyətlər neynirlər, əzadarlıq eləyirlər, ağlayırlar bir yol. Belə bir, demək olar, Aşuradan tərsə düşüncəni hələlikdə də siz görə bilirsiniz. Görürsünüz ki, hər yanda heyətlərimiz var, amma Ürmü gölü orada neyniyir, quruyur. Amma Süngün mədənindən tümən yarım bizim Azərbaycanın bahlərinə yapışmır ki, bizim ekonomimizi, iqtisadımızı neynəsin, tərpətsin və irəli sürsün. Biz düşüncəmizi də o hərəkətdən, o fəlsəfədən islah eləməliyik. İmam Hüseyn bir qəhrəman olaraq sistematik zülmün əleyhinə mübarizə aparır. Yəni ədalətsizliyin, ədalətin də bir qıssaca anlamı budur ki, təbiz olmasın. Ədalət yəni o yerdə ki, təbiz olmasın. Mövlananın da baxışığı İmam Hüseynə çox görkəmlidir. İcazə versəz mən onu da sizinlə ortalığa qoyum. İmam Hüseyn Mövlananın baxımında bir eşqin, sevginin məzhəri sayılır. Mövlana belə baxır, deyir ki, İmam Hüseyn bir dənə demək olar, aşıq olaraq çox çalışırdı, çırpınırdı ki, məşuqa özünü yetirsin. Aşura bir həlqə oldu, bir bəhanə oldu ki,
bir aşıqı, bir məşuqa neynəsin, çatdırsın. Bax, siz ona niyə ağlayırsınız? Siz öz halınıza ağlayın, öz başınıza döyün. Bir dənə sultan getdi öz ərbabına, öz tanrısına, öz məbuduna, öz məhbubuna qovuşdu. Baxın Mövlananın şeirinə, Məsnəvidə o nağılda gətirir ki, Hələbdə ağlayırdılar. Bir nəfər soruşur ki, siz nəyə ağlayırsınız? Deyir ki, bizim bir şahımız ölübdür. Deyir, sizin şahınız nə zaman ölübdür? Neçə 100 il bundan qabaq ölür. Orada Mövlana bunu gətirir. Deyir ki, pəs əza bər xud konid ey murdəqan. پس عزا بر خود کنید ای مردگان زان که بس مرگی است این خواب گران. آخ siz yuxudasınız, siz uyanın, ruh sultani ز زندانی برست جامه چون دری چون خاییم دست. Bir sultanın ruhu öz məbuduna qovuşubdur. Siz niyə paltarlarınızı yırtırsınız? Niyə bir əzadarlıq eləyirsiniz? Çünki işan xosrov din budən vaxt şadi است ço bogسستند بند. Siz şadlıq eləməlisiniz. Axı bir Xosrovedin məşuquna çatıbdır. Bər del o din xarabət nuhə kon. Öz xarab dinivə, öz dağılmış ürəyivə başla ağlacınan, nuhə eləcinin. Bər del o din xarabət nuhə kon ki nemi binəd gözün xakə kəhun. Təhcə bu toprağı sən görürsən. Üstad Əbbasi də bunları qəşəng çeviribdir. Deyir ki, özünüzsüz indilik yas tutmalı. Çün ölümdür yoxlamaq yaslanmalı. Yaxa yırtırsız, çəkirsiz odlu ah. Sındırıb zindanını üstün o şah. Onlar idi çünki dinin sərvəri. Sındırıblar qeydi yox matəm yeri. Matəm yeri yoxdur. Bulaşıq könlündən eyləsən ciley, görməyir topraqdan özgə ayrı şey. Təhcə sən bu toprağı neynirsən, görürsən. Ona görə əzizlər, bu da Mövlananın baxışığı idi Aşuraya və İmam Hüseynin hərəkətinə. Mən bu bölümü də qurtarıram. İcazənizlə Türk müsəlmanların milli irfanının qaynaqlarından keçmiş hissədə biz al kələməsi ilə sizinlə danışdıq. Dedik ki, al kələməsi həm ucalığı yetirirdi, həm işıqlığı yetirirdi. Hətta dedik ki, al arvadı ki deyilir, al arvadı həm xeyr təmsilçisi olur, həm şər təmsilçisi olur. Həm o yerdə ki, bunun sinələri gəlir, atır çininə, fəravançılıq, məhsulun fəravançılıq simgəsini daşıyır. Həm o yerdə ki, gəlir bir Zau xanım istəyir öldürsün, ya onun uşağını öldürsün, nəslini orada neyniyir? Şər düşüncəsini daşıyır. Əciblərdəndir ki, bizim usturələrimizdə, yəni Türk usturələrində bu xeyrinlə şər neyniyir? Bir-biri ilə qovuşur. Günəşə də bu cür baxırdılar. Yəni günəşə də deyirlər ki, günəş həm doğarqanlıqdır, həm istilikdir, həm də ki, neyniyər? Adamı yandırar, həm kül eləyər. O ki, Mövlana deyirdi ki, aftabi kəzvin aləm furuxt əndəki gərbiş tabəd cümlə suxt. Bu günəş həm sənə istilik verir, həyatın davamını aparır qabağa, həm də ki, çox yaxınlaşdı eləyə bilər səni kül eləsin. Ol günəş kim aləmi nurlandırar, yaxına gəlsə yaxar, odlandırar. Xub, bu kələmədən albas varımızdır. Yaqutlar ki, türklərin bir boyları sayılırdı, albası böyüklük, şöhrət neyniyirdilər, adlandırırdılar. Ona görə kutsal ağaca bunlar aluq deyirdilər. Aluq ağacı. Biz baxırıq, görürük ki, albas, albis iki mənanı daşıyır. Həm bir şolə olur ki, əlovlanır, işıqlıq
və istilik verir, həm də ki, məhv eləyən, aradan aparan, insanın həyatını aradan aparan simgəsini neyniyir? Daşıyır. Əzizlər, bas mənisi, albas, bəzi türklərin boylarında günəşə deyirdilər. Yəni, bas elə bir dənə pinarıdır, bir dənə çeşməyidir, bulağıdır. Günəşə belə baxılırdı ki, elə bir günəş bir dənə çeşmədir, pinardır, amma bu çeşmədən su çıxmır işi, əlov çıxır işi. Bu düşüncəni biz Suhraverdinin də düşüncələrindəki o günəşə baxır, bir dənə çeşmə ünvanında neynirik, orada da biz görə bilirik. Bu qıssa məlumat bu həddə kifayət edər. İndi gəlirik Məsnəviyə. Məsnəvidə 400 neçənci beytidəyik, Ay Siyabani, sən deyəcəksən. Tərk dünya hər ki کرد از زهد خویش پیش آمد بیش آمد پیش او دنیا و بیش. Biz bir şahın nağlındaydıq ayə döktür. O demək olar bir cuhud şahıdır. Gəlir nəsraniləri təsmin tutur ki, öldürsün. Amma bunu bir huşlu başlı bir vəziri vardı. Deyir ki, bu işləri görməcinən, icazə vercinən ki, mən düşüm onların içinə, bunların içində mən təfrəqə yer aldım. Və bu işi də görür, bunu ağzı burnunu kəsirlər, xiyanət ünvanında çıxardırlar ki, edam eləsinlər. Şah bir dərəcə buna təxfif verir, neyniyir? Göndərir nəsranilərin içinə, məsihlərin içinə. Bu da gəlir onların içində neçə il qalır, muizələr eləyir. Neçə dənə bunlara tumar yazır. Fərqli tumarlar, 12 dənə tumar nüsxə yazır. Hər tumarda da demək olar ki, bir fəziləti tərifləyir. Deyir ki, bu fəzilətə dayanacaqsınız. Bu fəzilət əsasdır. Məsələn, tumarların birində gəlir deyir ki, riyazət yaxçıdır. Gedin riyazət elə. İkinci tumarda deyir ki, yox, riyazət nədir? Riyazəti ötürəsiz. Gəlin cud eləyin, bəxşişə gəlin, filan eləyin. Birində gəlir deyir ki, yox, təvəkkül eləyin. Təvəkkül mühümdür. Sonrasında gəlir deyir ki, təvəkkül nədir? Adam təvəkkül elər, adam gələr çalışar, millətə qoşular, gələr xidmət elər. Başlayan xidmət mühümdür. Bu cür gəlir neyniyir? Yetişir. Ta biz gəlirik 480-cı beytə. O cürdəyir? 79. Tərk dünya hər ki کرد از زهد خویش بیش آمد پیش او دنیا و بیش. Burada gəlir deyir ki, zuhd eləndə dünyanı neynəyin tərk elən. Zuhd ərəbi kələmədir, yəni az götürmək. Bir şeydən az götürürsən. Zahid o məniyədə ki, dünyanı tərk edir. Yox, zahid o adamdır ki, dünyadan az götürür. Yaxçı, həddə əqəl götürür. Tərk dünya hər ki کرد از زهد خویش بیش آمد پیش او دنیا و بیش. Zahid insan az götürsə, dünya buna çox üz gətirəcəkdir. Pəs nə qədər çalışsaz, dünyadan az götürsəz, qorxmayın. Dünya sizə çoxluqla neynəyəcək, bağışlayacaq. Zuhdun fəlsəfəsini açır deyir ki, zuhd bu cür yaxçıdır. Zuhdudan hər kim atar dünya daşın, qulluğunda dünyalıq bilməz başın. در یکی گفته که آن داد حق بر تو şirin kər در icad haqq. Tumarların birində yazır ki, Allah sənə nə mənə verdi, elə yaradılışıqda, yəni icadda, o afərinişlikdə, orada sənə bunu neynədi? Şirin elədi. Yəni, hər nə var, onun içində bir şirinlik vardı. Yaxçı, icad pəs burada afəriniş mənisindədir da. Gah deyir, hissin, şəmin hək yandırıb, yaranan gündən onu dadlandırıb. Bər tu asan kərdu, xoş an ra begir, xiyişdən ra در məyəfkəndər zəhir. Bunu neynədi? Allah sənə asançılıqla işləri apardı da qabağa. Bu, həmən Bəqərə surəsində 185-ci ayət ki, Mevlana götürübdür. Yuridullahu bikumul yusr və la yuridu bikumul usr.
Allah sizə yusr istəyir, usr istəmir. Sizə həmişə çalışır ki, işləri asançılıqla aparsın qabağa, çətinliğə sizi salmasın. Yusrdur, yusrunun usr. بر تو آسان کرد و خوش آن را بگیر خویشتن را در میفکن در زحیر. زحیر یعنی ah, nalə, zəhmət, mehnət bu mənasında. Xoş, özünü salmacla zəhmətə, mehnətə, asan tutçunan işləri, asan apar qabağa. Bunun içində şirinlik vardır. Haq verən nemətlərə yumma gözün, gəl çətinlik toruna salma özün. Çətinlik toruna özün eynə salma. Tumarların birində də gəlir deyir ki, در یکی گفته که بگذار آن خد کان قبول طبع تو رد است و بد. Axı yuxarıda deyildi ki, öz təbivə gəl də, öz təbiətivə gəl. Təbiət belədir, fitrət belədir. Əlbəttə fitrətin payaları fəlsəfədə laxlayır. Yəni bizim fəlsəfədə belə bir şeyimiz yoxdur ki, insan fitrəti ola, fitrəti bir şeyə bağlana və filan eləyə. Vəli Mevlana burada təb kəlməsini işlədir. Mevlana gəlir deyir ki, xub öz təbinlə get də. Təb elə asanı sevəndir, asanlığı axtarandır. O birisi tumarda deyir, yox. Təbdən gələsən eşiyə. Təb burada ümumiyyətdə həvəs mənasında, istək mənasındadır. در یکی گفته که بگذار آن خد کان قبول طبع تو رد است و bad. Sənin bu təbii ki, qəbul eləyirsən, bu da mənədir, rəddir, mərduddur. راه‌های مختلف آسان شده است هر یکی را ملتی چون can شده است. Fərqli yollar asan olubdur, rahatdır. Hər millətə də nə mənədir? Bu yollar eyni bunların canları olubdur. Millət ümumiyyətdə burada yəni el, oba, bu mənasında görməliyik. Millət bir mənayı nation, state, nation, yeni anlamında Mevlana'nın düşüncəsində o cür deyil. Sevdiyindən gah deyir vaz keçginən, təbin ey can körpüsündən keçmə sən. Cürbəcür yollar öpür xalqın əlin, hər kimə bir yol olub can tək şirin. Gər müyəssər kərdəni haqq rəh budi, hər cühud و gəbrəzu agah budi. Xoş, indi o birisi tumarda Mevlana bunu nəqd edir. Deyir, axı siz ki deyirsiniz yollar asandır, təbinlə yollar asandır, əgər bu cür olsaydı, bir belə çaşqınlıq, azğınlıq olmazdı. 72 firqə vardı bunlar. Müxtəlif cühud, gəbr. Cühudla gəbr ümumiyyətdə elə bir anlamı daşıyır Məsnəvidə. Hər yerdə də ki gəlir, bəli, Yəhudilər də ümumiyyətdə. Mevlana buna pis baxır, yəni tənqid gözü ilə baxır. Heç vaxt cühud və gəbr gətirəndə Mevlana xoş baxımla baxmır. Yəni belə düşünür ki, elə bir Mevlana da orada anlayır ki, Şəmsin o düşüncələri əsasında ki, şubiyyənin qaynaqları cühud və gəbrdən başlanır. Onların fikirləri gəlir, İslam aləmində özünü göstərir. Hər cühud və gəbrəzu agah budur. Gər müyəssər kərdəni haqq rəh budi, əgər bu haqq yolu çox asan olsaydı, haqqa çatmaq asan olsaydı, hər cəhudla gəbr ona agah olaydı da, gedəydi ona yol tapardı. Asan olsaydı, əgər haqqın yolu, qul olardı haqqə hər qanmaz tülü. Tülü yəni oğru. Hər qolsuz, hər qanatsız gedərdi haqqə yol tapardı. Görürük ki, haqqə yol tapan çox azdır. Pəs bu haqqın yolu çətindir, asan deyil. Bunu istəyir desin. در یکی گفته میسر آن بود که حیات دل قضای جان بود. Bilirsiniz də bu müyəssərlə müəssəri gənə Qurandan alıbdır Mevlana, indi işarə eləyəcəm. Birində deyir ki, müyəssər, yəni asanlıq odur ki, həyat dil qəzay can بود. Xoş, sən ürəyə baxasan, ürəkdən fitvalar alasan. Bu ürək elə sənə nədədir? İstəfti qəlbək, en əftuk, en əftuk, en əftuk. Bu rivayətdir də ki, Peyğəmbərdən ki, siz hər yerdə qaldınız,
gördünüz qərar alanmırsınız, təsmin tutanmırsınız, ürəyinizin fitvalarına baxın. Neçə dəfə də fitva versin, neçə dəfə də fitva versin, görün ürəyiniz nə deyir. Bu ürəyin qəzası canın در واقع قضاس سایلر هرچه ذوق طبع باشد چون گذشت بر نیاید همچو شوره ری و کشت یا کشت. خب deyir ki, o ki təb əsasındadır, yəni hava və həvəs əsasındadır, o nə mənadır? Heç də becətməz. Eyni bir dənə şorakət kimin bir yerdir ki, orada rəy və keşt olmaz. Rəy, yəni məhsulun fəravançılığı. Həman reydir də. Düyü, məsələn, reylədir, yəni yetişdi də artım der vaqa. Behtərin demək olar, anlam reyə artımdır demək olar. Pəs deyir ki, hava və həvəsdən artımlıq olmayacaqdır. Coz pəşimani nəbaşəd rəy o. Coz həsadət biş narəd bəy o. O təbdən, o hava və həvəsdən artım təhcə peşmançılıq olacaqdır. Coz həsadət biş narəd bəy o. Belə bir müamilədə, belə bir alış-verişdə təhcə nə mənadır? Həsadət, ciciklik çıxar eşiyə. An müyəssər nəbvədənlər aqibət, nam-ı o başəd, müəssər aqibət. Pəs bu yol ki, sən deyirsən, asançılıqdır, təb yolu, hava və həvəs yolu, bunun sonu müyəssərdir, bunun sonu müəssərdir. Bunun sonu nə mənadır? Çətinçilikdir. Yaxşı, to müəssər əz müyəssər bazdan, Mevlana deyir. Müəssərlə müyəssəri sən tanımalısan. Aqibət beniger cəmal-i in o an. Sonuçda baxacaqsan ki, hansı müəssərdir, hansı müyəssərdir, hansı çətinləşib bizə, hansı asanlaşıbdır. Əzizlər, bunlar ki, Mevlana gətirir, demək olar, Qur'andan alır. Orada deyir ki, فَأَمَّا مَنْ أَعْتَى وَاتَّقَى وَصَدَّقَ بِالْحُسْنِ. O insanlar ki, bağışlayırlar, əl-açıqdırlar. O insanlar ki, bağışlayırlar. Onlar ki, utanırlar. Və səddəqə bil-husna və gözəl işləri onaylayırlar, təsdiq eləyirlər. Fəsənuyyəssirhu lil-yusra. Biz onları nə edəcəyik? Asançılığa yönəldəcəyik. Elə eləyəcək ki, işlər asanlıqla getsin qabağa. Belə fikirlər, məsələn, bir iş görəcəklər, çox çətindir, amma baxırlar, görürlər ki, çox asanlıqla buna çatdılar. Niyə? Verərlər var axı bunlar. Ətadılar da, etadılar, bağışlayandılar. Əmma mən bəxilə. Onlar ki, bağışlamırlar. Onlar ki, qıtmırdılar demək olar. Bəxildilər. Vəstəğna. Yəni, ehsas-ı qənə eləyirlər. Deyirlər ki, biz doluyuq, heç kimə də verməyəcək. Və kəzzəbə bil-husna. Gözəllikləridən yalan sanırlar. Fəsənuyyəssirhu lil-usra. Biz bunların çətinliyə düşməklərini asanladacaq. Yəni, o yerdə ki, istəyirlər, mehnətə düşərlər, çox asanlıqla ilə itələyəcək, onlar nə edəcəklər? Düşəcəklər ora. Xub, Mevlana burada ondan gətirir. To müəssər əz müyəssər bazdan, aqibət beniger cəmal-i in o an. Artımı olmaz, qalar həsrət nişan, alverindən baş verər xeyləh ziyan. Deyil asanlıq, çətinlikdir adı, qalmaz ağzımda onun şirin dadı. Asanı ey can, çətindən seçkinən, adda asansa, çətindən keçkinən. Xob, در یکی گفته که استادی طلب. İndi gəldi o birisi tumarlara. Tumarlarda gəldi bu havarilərin birisinə ki, 12 dənə idilər. Bunların birinə dedi ki, aman daha tək başına yol gedəs. Gəlin özünüzə ustad tapın, pir tapın. Bir dənə gələk tapasız, onun yolu ilə gedəsiz. در یکی گفته که استادی طلب. عاقبت بینی نیابی در حسب. عاقبت بینی نیابی در حسب. حسب yəni həman در واقع vərasət. O ki, məsələn, dədə babam mən böyükdür,
oradan mən çatacam, xoş aqibət olacam, yetişəcəm, sonucum xoşluq olacaq, xoşbəxtçilik olacaqdır. Mövlana deyir, yox, amandır. Gedin neynəyin? Ustad tapın, pir tapın özünüzə. Hər ki girəd پیشه بی اوستا ریشخندی شد به شهر و روستا. Nə mənadır? Pirsiz peşə tutasız, teşə tutasız əlinizə, nə mənadır? Onun bunun məsxərəsi olacaqsınız. Gedin özünüzə usta tapın və pir tapın. چون گرفتت پیر این تسلیم شو همچون موسی زیر حکم خضر رو məsnəvin bir ayrı yerindədir da. Pirə neynir işarə edir. Həsəb kəlməsi əzizlər elə həsəbədəndir da, yəni hesablamaqdandır. Mən hesablıram ki, dədə babam böyük adamdılar, çökçəyə sağıram. Ərəblər kompüterə bilirsiniz də nə deyirlər? Kompüterə hasub deyərlər. Yəni o ki, hesaplayandır. Bəli, hesaplayandır. Aqibət دیدند هر گون ملتی لاجرم گشتند اسیر ذلتی. Burada həsəbə açır ha deyir. Aman da həsəbə dayanasız. Deyir ki, hər cürə millətlər vardılar ki, bu həsəbə dayanırlar, gəlirlər bir zəllənin əsiri olurlar. Vardı da məsələlərdə əz-zəllətu zəllətun. Zəllə nədir? Zəllə o qəzanın artığı ki qara, o artığını götürəsən, basasan, bir qabda aparasan, saxlayasan və yiyəsən, ona neynirlər? Zəllə deyidilər. Dərmiyan qovmi Musa çənd kəs bi ədəb qoftənd kusir و ədəs. O məsnəvinin birinci nağılındadır da. Labə kərdə İsa mərişan ra ki این kəm nəxahət şöd. Bəli. Deyir, İsa'nın yanında bir par adamlar varlar. Çünki bilirsiniz, İsa'nın bir dənə möcüzələri bu idi ki, açıq süfrədir da, maidə kələməsi ki var ha, gəlibdir. Hər zaman hər nə istəyirdi, orada hazır olur. Bunun həvarilər götürürlər ki, yiyəndən sonra nə vardı, doldururlar təlisə, yığışdırırlar. İsa yalvardı bunlara, deyir ki, baba, nəşüz. Bu hər zaman vardı, bu qutulanda açaq. Bu zəllələr götürməyin. Zəllə sizi zəlil elər. Əz-zəllətu zəlilun. بگذاشتند دالسını oxu. باز گستاخان ədəb بگذاشتند چون گدایان zəllə ha bərdاشتند. Afərin. Dilənçilər kimi neynədilər? Zəllə götdülər. Mevlana indi buna ona neyniyib? İşarə eləyir. Aqibət didən nəbaşəd dəst baf vərnə key budi zedinha ixtilaf. Aqibət didən yəni gerçəyi tapmaq, həqiqəti tapmaq. Həqiqəti tapmaq bu cür asan deyil. Dəstbaf yəni asan. Elə əl işi kimindər. İndi şayad əl işi biraz çətin iş bilirik ha. O zaman əl işi deyildir dəstbaf. Yəni asan. Elə belə asan iş deyil. Sən baxırsan həqiqəti tapmaq. Vərnə key budi zedinha ixtilaf. Əgər həqiqəti tapmaq belə asan olsaydı, dinlərdə belə ixtilaf gəlməzdi qabağa ki. Pirsiz son gündə ellər gördülər, kim qalıblar azmış əmlik təhmələr. Əl işindən ayrıdır görmək sonu, ixtilaf doğmazdı, yoxsa din donu. Din donunda bir belə ixtilaf olmazdı. در یکی گفته که استا هم توی. خب تومارı göndərdi. Dedi, aman daha gedəsi pirdalısıca. Sizin əslən özünüz pirsiz. Pir sizin öz içəriyizdədir. Getmən pirdalısıca. در یکی گفته که استا هم توی زان که استا را şenasa هم توی. Şenasa yəni arif. Arifin özü elə özüysüz. Sizin hər biriniz tək özünüz arifsiz və pirsiz. Nə pir axtarırsınız, pirdalısıca gedirsiniz. Aman da getməyin bu yolundaz. Söyləyir bir yerdə sən ustasan, kim tapıbsan mərifət ustadə sən. Bilirsiniz də, bunlar o həm dedik ki, bu fəzilətlər ki, Mevlana burada sayırdı, iki cürə irfanın baxışığındandır. Bir irfanı ki, həman təsəvvuf adlanırdı, Farsi, Məcusi, Hindi idi. O düşüncənin fəzilətlərini sayırdı. Bir də irfanı nə idi? Türkü idi ki, onun fəzilətlərini sayırdı. Bir də ki, Mevlana'nın öz
ekzistens əhvalları idi ki, hansı mərhələlərə keçmişdi. Yəni bir dövrədə təvəkkülü bəyənirdi, bir dövrədə onu neynirdi, istəmirdi. خب مرد باشو سخره مردان مشو رو سر خود گیر و سرگردان مشو öz başı tutcunan, başçı axtarmacinan, kişi olcunan, kişilərin məsxərəsi olmacinan, avara olma, yolun tut getcinən, sən bugünsən pirlər, əmma dünən, در یکی گفته که این جمله یکیست هر که او دو بیند احول مردکیست. Bir dənə tumarların birində də dedi, bunların hamısı elə birdir. Nə var kəsrət, bu kəsrətlərin hamısı bir vəhdətə çatır. Burada bir vəhdət var. Hər kim gələ bu vəhdəti parçalaya iki dənə görə, o əhvəldir. Əhvəli biz aşmışdıq da, göncə göz. O ki, bir şeyi iki dənə görür. Yaxçı, o Molla Nəsrəddin də nağılında var idi da, şeirdə Molla Nəsrəddin də nağıllarında vardı ki, xanımı əhvəl olmuşdu, dedi ki, Mollada mən bundan bu yana səhər iki dənə görəcəm. Dedi, amandır, məni iki dənə görməcdən, vəli özgələr iki dənə görsən, görcünən. Bir yol, bəli. در یکی گفته که صد یک چون بود این که اندیشد یا این که اندیشد مگر مجنون بود. Tumarı gənə tərsəsinə dedi. Necə ola bilər 100 dənə gələ bir ola? Necə ola bilər kəsrətlər gələ bir vəhdətə çata? Bir belə təfərruq, bir belə tənəvvü, bir belə təəddüdü siz bu aləmdə görmüsünüz. Hər kim belə düşünsə, tumarda yazır ki, o nədir? Məcnundur. Onun əslən əqli yoxdur. Bu da tumarın o birisi. Hər yeki qovlist zeddi həmdəgər. Hər yeki başət, yeki zəhr و şəkər. Bunlar bir-birləri ilə mütənaqizli sözləri dedi. Biri zəhər, biri şəkər. Ta zəhr و az şəkər در نگذری کی ز وحدت و از یکی بویی بری. Bu da Mevlana'nın öz sözüdür. Da tumarlar qutuldu. 12 dənə tumar ki orada 24 fəzilətə işarə eləmişdi, Mevlana qurtarır. Mevlana deyib, bunlardan istəyərsən çıxasan eşiyə, gərək o zaman çıxasan eşiyə ki, sən zəhrlə şəkərdən çıxasan eşiyə. Ta sən dadırsan, birinə zəhər deyirsən, birinə şəkər deyirsən, sən elə bu tumarların içindəsən, sən bundan iyi alanmayasın. İnnəmət vinno dəftər o do bərnevəşdan din İsa ra ədü. Bu 12 dəftəri bu sayaqda yazdı. O adam neynədi? Həmən ki İsa dininin düşməni idi. İcazə versəz bunların türklərini də oxuyum. Gələk klasımızın sonuna bir qəzəllə qurtaraq. Deyir ki, gah deyir kim 100 olmaz sayda bir, kim fikirləşsə belə divanədir. Gah deyir ayrı deyil, yol birdir bir, iki hər kim görsə göncə kimsədir. Hər biri bir sözdür, əksindən küsər, zəhrilikdə zəhr olar, hardan şəkər. Ta şəkərlə zəhridə zindanısən, bir həqiqətdən iyi almaz bəndəsən. Beləlik ol İsa ilə qan düşmanı, taxtı bir dinə al alvan unvanı. Biz inşallah Məsnəvini bura kimi kifayət edər. İnşallah gələn hissədə neyniyəcəyik? İdaməsini sizinlə oxuyacağıq. Əgər yorulmayıbsınızsa, bilirəm də ki, yorulmayıbsınız, bir qəzəl ilə Şəms divanından oxuyaq. Əcibədir, bu qəzəldə həm Kərbəla var, həm Təbrizli Şəmsi var. Baxaq, çox tanınmış bir qəzəldir. کجایید ای شهیدان خدایی بلاجویان دشت کربلایی کجایید ای سبک روحان عاشق پرنده تر ز مرغان هوایی کجایید ای شهان آسمانی بدانسته فلک را درگشایی کجایید ای ز جان و جا رهیده کسی مر عقل را گوید
کجایی کجایی ای در زندان شکسته بداده وامداران را رهایی کجایی ای در مخزن گشاده کجایی ای نوای بینوایی در آن بحرید کاین عالم کف اوست زمانی بیش دارید آشنایی کف دریاست صورتهای عالم ز کف بگذر اگر اهل صفایی دلم کف کرد کاین نقش سخن شد بهل نقش و به دل رو گر ز مایی برآ ای شمس تبریزی ز مشرق که اصل هر ziyayı. Mevlana deyir də, yəni bir ləhzə elə bir Mevlananın yadına düşür ki, bu Kərbəlanın çölündə bu bəla axtaranlar hardadılar? Onlar ki, xoş aşiq idilər, ruhları yüngülüdür. Quşlardan da bunlar ən zirvələrə uçurdular. Göy şahları idilər. Bunlar göylərin qapılarını açırdılar. Bunlar zindanların qapısını açırdılar. Çoxlu boşları ki zindana düşmüşdülər, açırdılar, onların boşlarını verirdilər. Məxzənləri açırdılar. Bunlar bir dənizdəydilər ki, bütün bu aləm onun köpüğü sayılırdı. Kəf-i dəryast, surəthay aləm. Bu aləmdə nə surətlər vardı? O dənizin kəfləri, köpükləri sayılırdı. Mevlana deyir, əgər sən səfa adamısan, bu köpüklərdən, bu kəflərdən keçməlisən, keç oradan. Bu nəqşi qoy yerə. Bunu kim eləyə bilər? Mevlana deyir ki, bunu Təbrizli şəms eləyə bilər. Necə ki, gəldi, məni o köpüklərdən keçirtdi və bu dənizə məni saldı. Niyə ki, o əsli hər ziyaydı. Hər işığın, hər günəşin ən əslisi, ən kökü nə mənə idi? Təbrizli şəms idi. Sağ olasın. Xub, eşidirik daha indi sizdən. Biraz da klasımız uzun oldu. Nə mənə sualdan, cavabdan, nəzərdən eşidək. Qonaqlarımıza hökmdarlarına bir sual verəcəm. Onlar sual əhalisindən. Hə, mən bu çay içəcəm. Əzizimizdən təşəkkür edirəm. Çox gözəl səviyyədə buyurdular. Çox ali səviyyədə buyurdular. Allah razı olmasın. Onun şahı çox mətlub oldu. Cürbəcür sözlər ki, icazə verirsiniz, iki nöqtəyə mən işarə edirəm. Sizin fərmanışlarınızın təkmilində və izahə artıq olacaq. Biri, Rozətü Şühəda Ayşe yabanı, bunu yaxınladasan çox zəbt olur. Yox, istəmirəm zəbt olsun, nə biləsiniz? Yaxşı. Rozətü Şühəda kitabıdır. Zəhət İttila əzizlərimiz Fars dilində cami, kamil, birinci Fars dilində Rozə kitabıdır ki, Kərbəla hadisəsinə yazılıbdır. Moğollardan sonra Teymurlar əhdinin axirlərində. Yəni ondan qabaq əgər bir məqhəli, bir mövzui hadise-i Kərbalaya aid idi, ümumətən ərəb dilində idi. O cür güclü Fars dilində yox idi. Söhbət buradadır ki, bizim şərqimizdə həm qədimki zuəmai oldu. Misli Şeyx-i Müfid ki, vazih o məsildir. Həm indiki əsrimizdə böyüklərimiz, əndişməndilərimiz, misli Şəhid Mütəhərrif və ayrıları, hər ikisi də bu model, bu səbki ki, Kərbəla hadisəsinə əzadarlıq olur, hər ikisinin tərəfindən deyilməyib ki, məşruqdir. Sərahətlə deyilibdir, haramdır. Yəni, həm birinci qədim böyüklərimizin sənətlərinə baxanda bu model əzadarlığı
haram biliblər. Həm əsr hazırda Alim Təhəri kimi və başqaları da var, çoxları var, amma niyaz da adları deyək. Yəni bu model Aşura əzadarlığında təhrif adına ya qondarma bir mərasim adına ki, əsliyyətdə orada qəbul heç kəslər. Yəni biz bunu indi bilməliyik ki, görürsünüz məhəllədir, təmizlimi 50 nəfər yığışmayıb ki, mikrofon başına. 15 dana yekə təbil bura çalırlar. Gecə saat 1:30-da bütün məhəlləni əsir edirlər. Bunlar hamısı qondarma təhrifatdır. Həm zərmay qom, 1000 il qabaqdan bunu tədd ediblər, haram biliblər. Həm indi, bu bir şeydir. Ya inhirafı yok da. Bəli, şəhid inhirafı. Hani geriye tavsiye edilmez. Geriye başka İslam'dan getirilir. O tavsiye edilmez. Ağlamağı da deyə ağlamağı bə. Ağlamak tavsiye olmuştur. Ağlamaq məqsəddir də orada. Bəli. Məqsəddir. Kərbəla hadisəsi qutulandan sonra Həzrət Zeynəb bu qafilənin sağlarıdır. Yazidin bargahında neçə dəfə danışılanda deyir ki, gözəllikdən sonra izzat yox idi orada. Yəni 72 nəfərin əlin, qolun, başın, bədənin kəsiblər, qapların, ayaqlarının altına salıblar. Həzrəti Zeynəbin gördüyü və olsa vaxtı ki, tərif edir, bir gözəllikdir. Və gözəllikdə bu model əzadarlıq haramdır, istinadır, Şeyx Mufid və qədimçilərdir. Və bir istinadı Alim Təhəri və Qudüslər əslən təhqiqatdır, xəyanətdir. İkinci nöqtə əzizimizin fərmanşatında mən cəsarət edirəm burada Abdülətərəm. Nasirəddin Şah dövrünə işarə oldu. Yadımda qalsa, doların müadilin 1 tümən yarım buyurdunuz. Bəli. Bəli. Amma Nasirəddin Şah dövründən bu tərəfə biz yetişirik Əhməd Şah dövrünə. Əhməd Şah dövründə bizim hər bir qramımız 100 dinardır. Bu dinar və vahidhay kiçik vahidlər qramlar Muzeyi Qazanca divara vururlar. Yəni orada sənət baxa bilər. Hər bir dinarda 100 şahid. Yəni şah zamanı, o zamanı şah bayramdan bayrama söhbət verdi. Hər ki çox zərər mali xəzanəyə varid olmasın, hər bir dinarı əvvəldə verilmiş, görmüş xəzanə boşalır. Deyib onu 100 yerə bölün, şahı adına Nasirəddin Şah dövrü oldu. Yəni qəbl az Nasirəddin Şah bizim kəlmə-i şahı, vahid pulda işlənməyib. Ondətə Nasirəddin Şah dövrü. Əhməd Şah dövrü bir dana qram ki, maadili 100 dinardır, eynən musavidir. Bir dana dolarla ki, maadili 100 sentidir. Əvvəlcə heç ki, iqtisadiyyatımızda təvərrüm gəlir, Rıza Şah dövrüdür. Ki, hər bir dolar maadili 3 qram olur. Yəni, ta Rıza Şah dövrünə qədər, əvail Rıza Şah dövrünə qədər 1 dolar maadili 1 qramdır. Rıza Şah dövründə tazguzarlıq yönəyindən sonra bir şey məsali Almanlılarla vardı, bir şey mamulat olur. Bizim əvvəlincə heç ki, riyalımız ya vahid pulumuz oft eləyir, Rıza Şah dövrünə deyildi ki, 2 qram biz oft edirik. Yəni, hər 3 qramımız olur 1 dolar. Məndən bu qədər sağ olasın, əllər sağ olasın. Birinizə mən ərz edeyim də. Mən 78 yaşlam. O uşağı bizim bətər pulumuzdur. Mənə atam rəhmətli o uşağı verərdi. Sizin də fərmayəsiniz əsasən belə istəyirdim ki, 1 gram 2 dənə o uşağı idi. 1 gram yazca gəlsə, 2 dənə o uşağı idi.
Yani Bingöl Maden'de iyi şahı vardı. Orada biz öyle... Hala vahidler Rızaşah dövründen bu tələfə təğyir tapıbdı. Tümende ondan akırandı 10 milyar. Özə kağıt qoydu. Mən əvvəl iddia okurdum. Atanam bir saat idi. Bəli, yaxşı əsas tərbiyət yolanda. Kağıt pulu öyrəndə bu neçədir. Mən də əvvəl okurdum. Deyərdim ki, bu 1 qramdır. Demək o yektuman yazır. Mən hələ demədim. Atanam, bunlar başlandı olardı. Burada bazı aladınız. Xatirə, kağıt pulu bitmən olardı. Həmən dolar da təqribən mənim zamanım nəzərsə 7 tümən mənim tanışlardır, 1 dolarıdır. 7 lira tüməndir. İndi dolar neçədir? Rom eləsəm 50 tümən. Baxın, 7 lira, ona görə bunu mən haşiyələrə deyim ki, bu umumbəşəri məsələdir. Bir rəvənd var idi dünyada ki, kasıb, gümbəcür, kasıbdır. Ona görə laf sərmayələr 53 il mühəndisiyəm, tam bir bala. Ayın 10-cu günü hukuk ne oldu? Kurtuldu. Yani rəvənd budur ki, dövlətləşdirilər, çatla-çatla, mutabıda da ilahi bir pəyam var. Niyə sellər, zəlzələlər, hətta Kaxlan ismində gedir. Yunanın əxir cəzirəyə Rodesində barıçarlar orada idilər. Ot tutdu, qaçaqlaşdı. Niyə? Allah'ın pəyamı ki, eğer benim adalətimdən uzaq düşsəz, bəla çox qalacaq və bu şeyi də oxuyum ki, Türkçəsini oxuyuram, sonra farsı. Savi, ədalət ilə meyyizsiz qədəhlərə qoyma amandır, aləmə fitnə sala cədal. Cədal İslam'a indi mənada, yəni o, yəni dəqiqən hafız zamanında cədal bir məni məzlum idi. O ki birine zulmedildi, o der vaqiə zulmə məruz qalır və nəticədə nə olur? Gəda olur, yəni o qədər möhtəz olur. Farsda, Şamlıdursa, savi və ədl və dehbadı taqida, reylət nə yaverət ki, cahan forbəlat. Ta ədalət yoxdur, bu müsibətlərin içində yaşayacaq. Ona görə ilahi fərmayışı ki, İnnəllâhə yəmuru bil-ədli və ihsan. O gün içi 1.300.000 mərtəbə yerdən böyükdür, bilirsiniz da, 1.300.000 lira yer yersə bir imkan olar gün. O, dəsturdur ki, mizan dolansın. Yaxınlarsa deyəcək, cərmayış hamı yanır, Rodesdə, Əl-Cəzairdə, Amerikada, Avrupa'da. Uzaqlaşırlar, deyəcək dondur. Hamımız eşq olsun. Özləri səhvə. İladə səmimi işarə edeyim ki, mənim diqqətim var, səhvə dönsəm, siz əvvəl danışıqlarda qonaqları işarə elədiniz. Orada mənim əziz bacılarıma, qızlarımı işarə elədi. Burada ki, məclisdə çoxlu xanımların kənarında bir tədad da qonaqlarımız var. Xanımlar elə burada fikirəm gələnlər. Hamısına biz yoldaş deyirik də. Ona xatir ayı. Yox, mən səmimiz aramızda çoxdur. Fikirəm ki, o səbt olur və sonra da danışılacaqdır. Məclislər xanımların kənarında bir tədad da qonaqlar var. İşte o elədirəm ki, mən var. Çünki xanımların əzəməti tarixsiz bizim əzəmətimizdir. Bir də fəzildən inşallah. Çünki hər birimizin, tək-təkimizin əzəmətimiz mövcudu analarımızın əzəmətidir. Ana böyük olsa, oğlanı da amma Allah eləməmiş, ana zərif olsa, oğlanı da zərif. Artıq təbliğat deyirəm, Sağ olasın. Xanımlardan söhbət, nəzər, xas bir şey. Bir də xahiş edəcəkdim ki, imkan olsa telefon nömrələrinizi verəsiniz xanım Nuxahiyə. Ya WhatsApp'da ya Telegram'da ki bizim orada grubumuz vardı. Orada heç olmasa ittila rəsanı üçün bir-birimizdən xəbər olaq ki, klas nə zaman olur, nə cür olur. Xahişim olacaq. Qonağımız sallanır. Başım vaxt olsa hava vaxtım var. Buyurun. Mənim o qəzəl şübhəlıq məsnəvidə, indi xop, bu 13 il fikirəm müxtəlif turlar gəldi də. İndi müğrəmsi şirəsin falan hamısı düzdür, yadlarca yığaq vəhdətə yetişək. O ahirədə çox zəhmi şəkərdən geçək, mənzul nə mənədir, bilməm, qaldı. İcazə verin, hələ gələcəkdir ona.
bəli, onu Mövlana açacaqdır. Mövlana istər desin ki, به هر حال bu fəzilətlər ki, ələn saydım və get-bəcet siz eləyə bilərsiniz bu fəzilətlərlə dayanasınız, məktəb düzəldəsiniz, əxlaqi yaşayasınız. Bunlar surətdirlər. Bu surətlərdən siz keçməlisiniz. Yəni, در واقع Mevlana'nın sözü odur ki, bunlardan geçəsən, həman zəhr o şəkər şey deyir, onlardan geçəsən, ayrı bir şeylər vardır. Eyni halda da Mevlana'nın öz nəzərini biraz çətin almaq olur. Yəni, oxuduqca görsən qıssacana bir tərizlər vurur, yəni öz sözünü deyir. Çünki orada həm bir məqam-ı nəqqalısı var, həm bir məqam-idir ki, nağılı gərək hekayət eləyə, düz yetirə, düz yerinə qoya. Həm də ki, orada bəzi vaxt ürək sözü vardı, orada gərək gələ meydana deyə. Ona görə sizin cavabınıza biraz tələsməyəcək. İcazə verək, qoyun, nağıl geçsin qabağa, görək nə olur. Mən yarım dərgizi istəyəcəm ki, Sürəm olanlar orada qabağa. Baxız, onun üçün o tərəfin qərəzi var. Onun 12 rivayətin hamısı cavab verməyəcək, Mevlana bir nizam verir. Sonra qərəzi almaq, هنر پوشیده شد حجاب از دل سوی دیده شد siz alın ve siz ben hamle Mevlana adamı